Ola bilər insanlar, ya gənclər, ola bilər müəyyən çatışmazlıqlardan narazı qalsınlar. Bəlkə də daha çox demokratiya, ya demokratik nəsə istəyə bilərik. Ancaq inanın ki, yəni bu gün Azərbaycan, Avropanın bütün ölkələri hamı etiraf edir ki, Azərbaycan ən təhlükəsiz ölkələrdən biridir. Sabaha qədər biz avtomobili hansı küçədə, harada qoyub gedirik. Bir dənə olsun avtomobil oğurluğu, yaxud bir küçədə kiməsə bir oğurluq ya qulduruq məqsədi ilə yaxınlaşmaq. Belə hallar Azərbaycanda yoxdursa və bu günləri Azərbaycan müstəqil dövlətimiz varsa, müəyyən şeyləri bax bu müstəqilliyə qurban vermək olar. Çünki bu problemlər də zamanla mən düşürəm ki, həll oluna bilər. Əlbəttə, söz yox ki, məsələn, müəyyən problemlər var, sosial problemlər də var, müəyyən mənəvi deyək, problemlər də var, ola bilər. Ancaq bunların hamısından üstə duran müstəqil dövlətdir. Yəni, bu günləri biz fəxr edirik ki, müstəqil dövlətin vətəndaşıyıq. Və doğrudan mən o müstəqil dövlətimin vətəndaşı hissi ilə mən də orada az-çox mübarizə payı olan bir insan kimi digər bütün məhrumiyyətləri o müstəqil dövlət adına qurban verməyə hazıram.